yenilənmiş Bentley Flying Spur. Ümumiyyətlə, kruiz istehsalçısı bu ilki Cenevra avtoşosuna əli dolu gəlib. Ötən dəfə tam yeni iki yerli konseptual modeldən danışdıq. Xatırladım ki, Bentley XP10 Speed 6 konsepti Cenevrədə bütün reytingləri vurub dağıtdı. Kruiz istehsalçısı yaxın gələcəkdə bir çox iki yerli superkarlara rəqib olacaq modelini özünə məxsus incəliklə işləyib. Daha sonra biz yenilənmiş Bayraqdar Bentley Mulsanne Speed modelindən danışdıq. Bənzərsiz dəbdəbəsi ilə seçilən bu avtomobilin gücü və idarələnməsi yarış treklərinə layiqdir. Təsəvvür edin, bu nəhəng limuzin saatda 100 km sürətini 4,8 saniyəyə toplayır. Maksimal sürət isə saatda 305 km-dir. Və budur daha bir yenilik. İndi bu sedan 20 və 21 düymlü fərqli dizaynlı disklər, yeni idman sükanı, cihazlar paneli və hətta Wi-Fi simsiz interneti ilə seçiləcək. Gəlin onunla daha yaxından tanış olun. Amma əvvəl gəlin modelin tarixinə nəzər salaq. Hələ 1957-ci ildə Air Continental adlanan iki qapılı kupenin və S1 Continental adlanan sedanın bazasında yaradılmış Bentley Continental Flying Spur ictimaiyyətə təqdim olunmuşdu. Lakin o zaman kompaniya Rolls-Royce əsarəti altında olduğundan modelin əsas hissələri Silver Cloud modelindən köçmüşdü. 1999-cu ildə Bentley başqa konserninin tərkibinə daxil olan kimi bütün modellərin, o cümlədən Flying Spur'un üzərində ciddi işlər başlandı. Və 2005-ci ildə Continental GT bazasında yaradılmış tam yeni model debüt etdi. Bugün bu avtomobil bir sıra rekordları ilə fəxr edə bilər. Məsələn, 2013-cü ildə dünyanın ən sürətli sedanı titulunu qazanmışdı. Modelin maksimal sürəti saatda 322 km-dir. Təsadüfi deyil ki, dünyanın ən zəngin, ən imkanlı insanları, məsələn, Malayziya kralı Abdülhalim Muəzzəm Şah, Meksikalı media magnat Carlos Slim Bentley Flying Spur sahibləridir. Yenilənmiş sedanın bamperlər, radiator toru, 3 rəngdə təklif olunan 20 və 21 düymlü yeni dizaynlı disklər, sürətlər qutusunun yeni selektor dəstəyi, sükan, cihazlar panelindəki yeni formalı siferblatlardan tanımaq olar. ...12 silindirli motorun 625 at gücü var. Əvvəlki modellə müqayisədə avtomobilin həm qənaətçiliyi, həm də ekoloji göstəriciləri daha da yaxşılaşdırılır. Bentley'nin tam model sırası barədə istənilən suallarla Bentley Bakıya müraciət edə bilərsiniz.